Salam hörmətli YouTube və TikTok izləyiciləri, axşamınız xeyir. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Abbas Səhətin svetoforu kimi tanıdığımız bir ərazidə dayanacaqda qarşıda gördüyünüz köşk satılır. Deməli qiyməti 10.000 manatdır. Bu birinci variant. İkinci variant isə deməli arendaya verilir, yəni kiraya verilir. Bir aylıq 200-250 manatdır. Hal-hazırda siz xarici görünüşünü görürsünüz, kamerası var. Dayanacaq qarşıda görürsünüz. Bax, sol tərəfdə görmək mümkündür. Videonun hal-hazırda axşam vaxtı çəkilməsinin səbəbi, əsas səbəbi, yəni dayanacaqda adam olmamağıdır. Ona görə bu dəqiqələrdə bax, axşam vaxtı çəkildi. Bax, ona görə indi mən sizə yenidən Abbas Səhətin svetoforunu göstərirəm. Bildiyiniz kimi bu istiqamətdə, deməli Abbas Səhət adına xəstəxana, bu istiqamətdə Azərbaycan Texnologiya Universiteti, bu istiqamətdə isə bildiyiniz kimi Gəncə Təzəbazardır. Bu istiqamətdə isə deməli Əminə Market və Dərmanın Kuruqudur. Yenidən mən sizə köşkün xarici görünüşünü göstərirəm. Sənədi Sərəncamdır. Sərəncamda şəxsən özüm görmüşəm. Dəqiq, konkret ünvan bax bu yerləşdiyi yerdir. İçərisində xaladinik var. Deməli işıq yanırsa, deməli sərxacı var. Yenidən bax bu içərisini göstərirəm. Qiyməti 10.000 manatdır. Bir aylıq arendası bu birinci variant. İkinci variant isə arenda söhbət edir. Bir ay 200-250 manatdır. Yəni bax bu cürdə ola bilər. Yenidən mən sizə köşkün xarici görünüşünü göstərirəm. Eyni zamanda Abbas Səhət adına xəstəxananın svetoforunu görmək mümkündür. Sizlərə uğurlar.